Salam değerli Neftçi Flaqman izləyiciləri. Son günlərdə sosial şəbəkələrdə yayılan xəbərlərə görə məşhur Serbiyalı hücumçu Luka Jovićin Neftçi Peşəkar Futbol Klubuna transfer olacağı iddiaları gündəmi zəbt edib. Hazırda bu barədə rəsmi açıqlama verilməsə də, azarkeşlər arasında böyük maraq və müzakirələr davam edir. Vaxtilə Real Madrid və Milan kimi nəhəng klubların formasını geyinən hücumçunu Neftçiyə mümkün gəlir ki, komandamız üçün böyük hadisə ola bilər. Bəs siz necə düşünürsünüz? Luka Jović Neftçiyə fayda verə bilərmi? Bu transfer reallaşsa komandamızı gücünə necə təsir edər? Fikirlərinizi şərhlərdə bölüşün. Salam değerli Neftçi Flaqman izləyiciləri. Son günlərdə sosial şəbəkələrdə yayılan xəbərlərə görə məşhur Serbiyalı hücumçu Luka Jovićin Neftçi Peşəkar Futbol Klubuna transfer olacağı iddiaları gündəmi zəbt edib. Hazırda bu barədə rəsmi açıqlama verilməsə də, azarkeşlər arasında böyük maraq və müzakirələr davam edir. Vaxtilə Real Madrid və Milan kimi nəhəng klubların formasını geyinən hücumçunu Neftçiyə mümkün gəlir ki, komandamız üçün böyük hadisə ola bilər. Bəs siz necə düşünürsünüz? Luka Jović Neftçiyə fayda verə bilərmi? Bu transfer reallaşsa komandamızı gücünə necə təsir edər? Fikirlərinizi şərhlərdə bölüşün.